Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən bugün sizə səs və hərf mövzusunun izahını verəcəm. Daha sonra isə Kür-Varaz testindən səhifə 15-i birlikdə işləyəcəyik. Elə isə keçək dərsimizə. Səs və hərf nədir? Bir çox şagirdlərimiz səs və hərfi qarışdırırlar, səhv salırlar. Elə bilirlər ki, səslə hərf eyni şeydir. Amma əslində elə deyil. Bunları eyni olsaydı elə hamısına səs deyərdik, yaxud hamısına hərf deyərdik. Amma biz bunları fərqləndiririk. Səs nədir, hərf nədir? Biz səsləri deyirik və eşidirik. Dilimizlə deyirik, qulağımızla eşidirik. Mən danışmasam, məni eşidən olar? Xeyr, səs gəlməz və heç nə eşitmərik. Deməli, mən danışmalıyam ki, səs gəlsin. Deməli, səsləri deyirik və eşidirik. Hərfləri isə biz yazırıq və görürük. Biz hərfləri yazırıq və yazdığımızı da görə bilirik. Desək ki, A səsi yaz, A səsini yazmaq olmur. Amma deyilsə ki, A hərfini yaz. Bəli, hərfi yazmaq olur. Biz A hərfini yaza bilərik. Bu formada A hərfini yazdıq. Amma A səsini yaza bilmərik. Biz A səsini tələffüz edə bilərik, deyə bilərik. Ona görə deyirik, səsləri deyirik və eşidirik, hərfləri isə yazırıq və görürük. Bu, səs və hərfin fərqi oldu. Səslərimizin növlərinə gəlmək istəyirəm. Səslərimizin növləri çoxdur. Yəni, bunu dəqiq, konkret bir sayla deyə bilmərik. Rəqəm göstəricisi yoxdur. Biz bilirik, sait səslərimiz var, samit səslərimiz var. O öz yerində. Amma bizim həyatda səslərimizin növləri çoxdur. Taqqıltı səsi, tıqqıltı səsi, şırıltı səsi, quş səsi, su səsi, maşının səsi, müxtəlif səslərimiz var. Ona görə testlərdə bizim qarşımıza çıxarsa əgər səsin neçə növü var, səslərimizin növləri çoxdur. Bunu konkret sayla göstərə bilmərik. Amma Azərbaycan dilində biz buna sait səslər və samit səslər deyirik. İndi isə keçək səhifə 15-in izahına. Birinci sualda bizdən nə istəyir? Hərf sayı bir-birinə bərabər olan sözlər hansı variantda verilmişdir? A variantına baxırıq, dünya və igid sözləri verilib. Dünya sözündə 5 hərf var. D, Ü, N, Y, A. Amma igid sözündə isə 4 hərf var. Deməli, A bizə uyğun gəlmədi. A getdi. C-yə baxırıq. Əlaqə və yelpi. Əlaqə sözündə 5 hərf var, yelpi sözündə isə 6 hərf var. 5 və 6 bərabər olmadı. C-də getdi. B-yə baxırıq, əşya və meşə. Əşya sözündə də 4 hərf var, meşə sözündə də 4 hərf var. Birinci sualımızın cavabı oldu B variantı. Keçirik 2-yə. Hansı şəkil adını bildirən sözün əvvəlinə S hərfini əlavə etsək, rəng bildirən söz yaranır. A variantındakı şəkil nə şəklidir uşaqlar? At şəklidir, bəli. At sözünün əvvəlinə biz S artırmalıyıq. Yazırıq at. Əvvəlinə S artırırıq. Oldu sat. Sat deyə bir rəngimiz varmı? Xeyr, yoxdur. Deməli, A-nı götürə bilmərik. A getdi. C-yə baxırıq, ayı. Ayının əvvəlinə S artırırıq. Oldu sayı. Sayı deyə bir rəngimiz varmı? Bu da yoxdur. Deməli, C-də getdi. B-yə baxırıq. Arı. Arı sözünün əvvəlinə S artırırıq. Nə yaranır? Afərin sizə. Sarı sözü yaranır. Sarı sözü də nə bildirir? Rəng bildirir. Sarı rəng. Deməli, ikinci sualımızın cavabı olacaq B variantı. Bunları silin ki, qarışıqlıq yaramaz. İkinci sualımız B. Keçdik 3-ə. Hansı sözün ilk hərfini dəyişsək, yeni söz yaranar? İlk hərfini dəyişsək. Baxırıq A variantına. Sait sözü. Sait sözündə biz orada S hərfini götürsək, yerinə başqa bir hərf əlavə etsək, yeni söz yaranarmı? Düşünürük, görürük ki, saitdə S-nı götürsək, tutaq ki, bait, cait, zait. Başqa nə artırsaq görürük ki, alınmayacaq. A deyil. A getdi. Sonra C-yə baxırıq. Tufan. Tufan sözündə də T-nı oradan götürsək, tutaq ki, S qoysaq sufan, Z qoysaq zufan, bu qoysaq bufan. Nə hərfi qoysaq alınmayacaq. Yeni söz yaranmayacaq. C-də getdi. Amma B-yə baxırıq. Lalə. Lalə sözündə biz ilk hərfi L-nı götürsək, burada yeni söz yaranacaq. Gəlin oradan L-nı götürək, yerinə N qoyaq. Nalə. Nalə sözü isə dilimizdə var. Ah, nalə mənasında. Deməli, üçüncü sualımızın cavabı olacaq B variantı. Keçirik dördüncü sualımızda. Şəkil adını bildirən sözün ilk və son hərfi hansı heca sxemində düzgün yazılmışdır? Şəkil adını bildirən sözümüz nədir? Kitabdır. Deyək, kitab sözünün ilk və son hərfi, ilk hərfi K hərfidir, son hərfi isə B hərfidir. Deyək, K və B hansı heca sxemində düzgün yazılmışdır? K və B. B variantında görürük ki, verilib. Deməli, dördüncü sualımızın cavabı olacaq B. Keçirik 5-ə. Nöqtələrin yerinə hansı hərfləri yazsaq, yeni sözlər yaranır? A-ya baxırıq. Y və V verilib. Y qoysaq qayıq. Qayıq sözü var? Bəli, var. V qoysaq qavıq. Qavıq sözü varmı?
Xeyr, yoxdur. Deməli, A getdi. B-yə baxırıq. Ş və C. Ş qoysaq, qaşıq. Qaşıq sözü var. Çəngəl, qaşıq, bıçaq. Qaşıq sözü var. Amma Ç qoysaq, qaçıq. Qaçıq sözü varmı? Yoxdur. B də getdi. C-yə baxırıq. T qoysaq, qatıq. Varmı? Var. Qatıq. Ağartı məhsullarından qatıq. B qoysaq, qabıq. Bəli, bu da var. Almanın qabığı, bananın qabığı və s. Deməli, C variantı olacaq. Keçirik 6-ya. Şəkil adını bildirən sözü. Tərsinə oxsaq, hansı söz yaranır? Şəkildə nə verilib uşaqlar? Kələm verilib. Gəlin bura yazaq kələm. İndi mən burada əllə yazıram deyə biraz səliqəsiz ola bilər. Kələm yazdım bura. İndi bunun əksinə oxuyuruq. Arxadan oxuyuruq əvvələ. M, ə, l, ə, k. Nə olacaq? Mələk. Baxırıq variantları. Mələk varmı? A variantında var. Deməli, A variantı olacaq. Keçirik 7-yə. Hansı şəklin adında sözün ilk və son hərfi eynidir? Uşaqlar, A şəkli nə şəklidir? Qaşıq. Qaşıq. İlk hərfi də Q-dır, son hərfi də Q-dır. Deməli, A ola bilər. A qalsın. B-yə baxırıq. Saat. Əvvəli S-dır, sonu T-dır. B getdi. C. Fincan. İlk hərfi F-dir, son hərfi N-dir. Deməli, C də getdi. Qalır A variantı. Keçirik 8-ə. Hansı sözün son hərfi ilə başlayan söz yoxdur? Biz bilirik ki, 2 hərflə başlayan sözümüz yoxdur. Biri I saitidir. I saiti ilə başlayan sözümüz yoxdur. Biri də Ğ samitidir. İndi görə I və Ğ-dan burada hansı var? Sonuna baxırıq. Çaşqının sonu N-dır. Cığırın sonu R-dır. Çarpayının sonu isə I-dır. Gör, I və Ğ demişdik. Ğ yoxdursa A ilə B gedir, qalır C variantı. 8-ci sualımızın da cavabı oldu C. Belə videolarımızın gəlməyi üçün bəyənib abunə olmağı unutmayın. Növbəti səhifəni də paylaşacağam. İzləmədə qalın. Hələlik.